İnsan mehribanlıq istəyir. İstəyir ona qarşı mehribanlıq göstərilsin. Mehribanlıq gördükdə qəlb aram olur. Müvazinət yaranır və qəlbdə olan istəklər, yaxşı, müsbət istəklər başlayır çiçəklənməyə, üzə çıxmağa. Sağlam qəlb hansı qəlbdir? Sağlam qəlb o qəlbdir ki, hər şeyi lazım olduğu qədər istəyir. Lazım olduğu qədər. Əgər qəlb diri olmasa, sənin bəzi şeylərdən xoşun gələcək, gedəcəksən ona tərəf, qane eləməyəcək səni. Sonra halın xarab olacaq və özünü qınayacaqsan ki, niyə mən bunun dalıca düşdüm, getdim? Bunlar həyati mövzulardır. Bunlar bəşəriyyətə lazımlı olan mövzulardır və bunlar heç yerdə danışılmır. Heç yerdə danışılmır, heç kəs bu mövzuları müzakirə eləmir. Bunun haqqında heç düşünmür belə. Xarab qəlb insana ləzzət ünvanı göstərəcək, insan ona tərəf gedəcək, görəcək ki, istədiyini vermədi. Enerjisi hədər olacaq, qanı qaralacaq. Ona görə bəşəriyyətin qanı qara dindir. İnsanlığın qanı qaradır, halsızdır, kefsizdir. Ona görə ki, qəlbi tanıtdırmayıblar. Hamı da deyir, mən ürəyim istədiyi kimi yaşamaq istəyirəm. Din də deyir, ürəyin istəyən kimi yaşa. Sadəcə bu ürək nədir, nələr istəyir? Gəl bunu bir mütaliə eləyək, üzə çıxardaq, ürəyin istədiklərini tapaq. Sonra da ürəyin istədiyi kimi yaşayaq.